Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzi 2025-ci il tarix test topusunda yer alan ərəb xilamətidir. Gəlin başlayaq. Birinci suala baxaq. Deyir, göstərilənlərin aid olduğu sülalə. Paytaxtlarından biri Bağdad şəhəri idi. 8-ci əsrin ortalarından 13-cü əsrin ortalarına qədər xilafətdə hakimiyyətdə olmuşdur. Söhbət təbii ki də burada Abbasilər sülaləsindən gedir. Çünki Abbasilərin paytaxtı Bağdad olduğuna görə hətta buna Bağdad xilafəti də deyilirdi. Həmçinin 750-dən 1258-ci ilə qədər də hakimiyyətdə olmuşdular. Abbasilər sülaləsinin hakimiyyət dövrünə aiddir. Yenə deyirəm, 750-1258-ci illərdə hakimiyyətdə olmuşlar. Məkkə və Mədinənin paytaxt olması deməli Məhəmməd Peyğəmbər və ilk xəlifələr dövrünə aiddir. Paytaxtın Dəməşqə köçürülməsi Əməvilər sülaləsinə aiddir. Şimali Afrikanın işğal edilməsi 8-ci əsrin əvvəlləri, Franklarla ərəblər arasında Poitiers 732-ci il, yəni Əməvilərə aiddir. Xürrəmlər hərəkatının başlaması 778-ci ildə, yəni Abbasilərə aiddir. Abbasilər sülaləsinin hakimiyyət dövrünə uyğun gəlir. 750-1258-ci illər. Osmanlının yaranması 1302-ci il. Katalan döyüşü 451-ci ildə. Poitiers 732-ci ildə. Qərbi Roma imperiyasının süqutu 476-cı ildə. Frank dövlətinin imperiyaya çevrilməsi 800-cü ildə. Yəni bu Abbasilərin hakimiyyət illərinə düşür. 630-cu illərdə baş verən hadisə təbii ki də ilk ərəb İslam dövlətinin yaranmasıdır. Çünki 630-cu ildə Məhəmməd Peyğəmbər tərəfindən ərəb dövlətinə əsas qoymuşdu. A variantı 732-ci ildədir. Bizdən 630'ları soruşur. İslam dini Avropa və Asiyada hakim din oldu. Yəni birbaşa 630-cu illərdə din və dövlət yaranan kimi birbaşa hakim din ola bilməz. Avropanın işğalları əsasən 8-ci əsrdədir. Bədir döyüşündə müsəlmanların qalib gəlməsi 624-cü ildədir. Sasanilərin süquta uğraması 651-ci ildədir. 8-ci əsrin ortalarında Misir və Əfqanistan xilafətdən ayrıldı, Rəvvadi əmirliyi yaradıldı. Pirney yarımadasında müstəqil Kordova xilafətinin yaranması 750-ci illərdə olduğuna görə C düzgün variantdır. Deməli, Albaniyanın varlığına son qoyulması 705 idi, Əməvilərin xilafətdə hakimiyyəti ələ olması isə 661-ci ildə idi. Demək, xronoloji ayrıcılığı müəyyən edək. İlk ərəb İslam dövlətinin yaranması 630, Sacilər dövlətinin yaranması 898, Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi 750-ci il, cavab olur 1, 3 və 2. Sülalələrin hakimiyyətə gəlmə ardıcıllığını müəyyən edin. Əməvilər, Məziədlər, Abbasilər. Əməvilər 661, Məziədlər 861, Abbasilər isə 750, cavab olur 1, 3 və 2. Əbümüslim və Babəkin ümumi cəhəti xilafətə qarşı üsyana rəhbərlik etmələri. Göstərilən nəticələrin aid olduğu döyüş. Franklar qalib gəldi, ərəblər məğlub olaraq geri çəkildi. Poitiers döyüşü nəticəsində 732-ci ildə və Qərbi Avropaya onların girişinin qarşısı alındı. Ərəb xilafətinin tərkibinə daxil idi. Ərəb xilafətinin tərkibinə Atlantik okean sahillərindən Hindistan və Çin sərhədlərinə qədər uzanan ərazilər. Elə A variantı burada düzgündür. Hakimiyyətləri dövründə Şimali Afrika işğal olunmuşdu. Poitiers döyüşündə Franklar tərəfindən məğlub edilmişdir Əməvilər. Çünki Poitiers 732-ci ildədir. Əməvilər dövləti isə 661-dən 750-yə qədər hakimiyyətdə olmuşdur. Ərəblərdə ilk İslam dövlətinin yaranması eyni vaxtda düşür, yəni 630-cu illərə. Qaliyanın bir hissəsinin Franklar tərəfindən tutulması 486-cı ildə idi, ona görə anlatırıq. İslam dininin Ərəbistan əhalisinin əksəriyyət tərəfindən qəbul edilməsi B düzgün cavabdır. Çünki 630-cu ildə Məhəmməd Peyğəmbər Məkkəyə dövlət qurmağa daxil olanda onu artıq müqavimətsiz qarşılamışdılar. Yəni heç kəs müqavimət göstərmədiyinə görə əksəriyyət qəbul etmişdi deməkdir. Ərəb xilafətinin 8-ci əsrin 30-cu illər tarixinə aiddir. Yəni 730-cu illərdə Frank dövlətinə hərbi yürüşlərin təşkil olunması. Elə cavab burada 13-də B variantıdır. Ani olmaz Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi 750-ci ildə idi. Sasani dövləti ilə mübarizə aparılması. Yəni 730-da Sasani ola bilməz, çünki 651-də süqut edib. Mehranlərə qarşı hərbi yürüşlərin təşkil olunması 705-də artıq Mehranlər süquta uğramışdı. Xürrəmlər hərəkatının baş verməsi 778-dən başlanır.
Ərəb xilafətinin 8-ci əsrin əvvəlləri tarixini xarakterizə edirdi. Əməvilər sülaləsinin əsasının qoyulması bu 661-dir. Bizdə isə 705-ləri və yaxud da 710 belə 8-ci əsrin əvvəlini soruşur. Paytaxtın Dəməşq şəhərinə köçürülməsi Əməvilər yeni hakimiyyətə gələndə idi. İspaniyanın işğal edilməsi isə düzgün variantdır. 711-ci ildə. Bağdad xilafəti adlandırılması məsələsi isə Bağdad paytaxtı olduqdan sonra, yəni Abbasiya sülaləsi hakimiyyətə gəldikdən sonradır. 8-ci əsrin ortalarına aid ola bilər. Xürrəmlər hərəkatına qarşı mübarizə aparılması isə Xürrəmlər 778-dən sonra fəaliyyətə başlayıb. Ərəb xilafətinin dağılmasının səbəblərini soruşur. Qərb dövlətlərinin xilafətə qarşı ittifaq və səlib yürüşləri. Xeyr, səlib yürüşlərin Ərəb xilafəti ilə heç bir əlaqəsi yox idi burada. Səlcuq türklərinin hücumları və Babəkin başçılığı ilə üsyan. Ərəb xilafətinin, yəni Səlcuqların hücumu olub 1055-ci ildə. Babəkin başçılığı ilə üsyan isə deməli 816-837-ci illərdə olmuşdu. Amma bu tam olaraq Ərəb xilafətinin dağılma səbəbi deyil. Zəifləmə səbəbi ola bilərdi. Əmir Teymurun basqını və ərəb əmirləri arasında daxili çəkişmə. Əmir Teymur 1370-ci ildə hakimiyyətə gəlib. Ərəb xilafəti isə 1258-də dağılmışdı. Əmirlərin hakimiyyətin güclənməsi Məzdəkin başçılığı ilə üsyan. Məzdək hərəkatı 480-529-dur. Ona görə Ərəb xilafəti, yəni 481-ci ili görməyibdi. Həmin vaxt heç Ərəb xilafəti yaranmamışdı. İri feodalların güclənməsi əsarət altına almış xalqların müstəqilliyi uğrunda mübarizəsi. Baxın, bu daha aydın cümlədir, düzgün variantdadır. Həqiqətən də baxın, bayaq burada Babəkin başçılığı ilə üsyan deyirdi. Bu xilafəti sarsıdırdı. Xalqların müstəqilliyi uğrunda mübarizəsi. Yəni eyni məna kəsb edir. Amma Səlcuq türklərinin hücumu nəticəsində Bağdad xilafəti onun asılı vəziyyətə düşmüşdü. Amma dövlətə tam son qoymamışdı. Dövlətin dağılma səbəbləri, yəni hakimiyyət uğrunda mübarizə, iri feodalların güclənməsi, xalqların müstəqilliyi uğrunda mübarizəsidir. Ərəb və Frank dövlətlərinin oxşar cəhətləridir. Pireneya yarımadasında ərazilərin azad ələ keçirilməsi ilə A variantı düzgündür. Fələstin və Misri fəth edən Ərəb ordusu daha sonra Sasani dövlətinin süquta uğratdı. Bizansın bir sıra ərazilərini ələ keçirən ərəblər sonra Cənub-Qərbi Avropaya daxil oldular. Vesqotları məğlub edib Avstriyadan başqa bütün İspaniyanı tutdular. Şərqdə Mərkəzi Asiyanı fəth edən ərəblər Hind vadisinə və Çin sərhədlərinə çatdılar. Çin qoşunlarını ağır məğlubiyyətə uğratdıqdan sonra daha şərqə doğru irəliləmədilər. Verilənlərdən əsasən hansı nəticəyə gəlmək olar? Deməli, ərəblərin yalnız Avropa və Asiya torpaqlarına sahib olması. Misir fəth edibsə, sadəcə Avropa Asiyaya sahib ola bilməz. Elə Afrikada Misirdir də, ona görə A-nı atırıq. İlkin Ərəb dövlətinin yaranması. Xeyr, işğalçılıq müharibələr aparır deyə, yəni Ərəb dövləti yaranan kimi sırf həmin vaxtı bu qədər ərazini işğal eləmiş olmurdu. İspaniyanı tutmaq ümumiyyətlə 8-ci əsrə aiddir. Ərəb ordusunun Avropada daha çox ərazini tutması, yəni burada əraziləri müqayisə edir deyə olmaz. Ərəb ordusu Mərkəzi Asiyada böyük müqavimətlə özləşməsi burada belə bir şey deyilmir. Y variantda Ərəb dövlətinin imperiyaya çevrilməsi bu düzgün variantdır. Çünki imperiya nə edirdi? İmperiya deməli çoxlu dövlətlər işğal etməklə, çoxlu torpaqlar işğal etməklə ərazisini böyütmüş dövlətə deyilirdi. Uyğunluğu müəyyən edin. Ərəb xilafəti, Əməvilər və Abbasilər müqayisə edək. Əməvilər dediyi 661-dən 750-yə, Abbasilər 750-dən 1258-ə qədər hakimiyyətdə olmuşdu. Xəzər xaqanlığı ilə müharibə aparılması, deməli, bu Əməvilərə aiddir. Ona görə götürə bilər. Məsələn, 737-ci ildə ərəblərlə Xəzər arasında müharibə olmuşdu. Biri A-nı götürdük. Bədir döyüşündə müsəlmanlar, xeyr, Bədir 624-də Əməvilər dediyi 661-də gəlmişdi. Vesqotların məğlub edilməsi 711, bunu götürə bilərik. Abbasiya sülaləsi Şimali Afrika ölkələrinin fəth edilməsi, Bizansla müharibə aparılması, dövlətdə və orada türklərin mühüm rol oynaması. Ən birinci ilə burada C variantını götürərdik. Bir də Bizans imperiyasının müharibənin aparılmasında götürə bilərik Abbasilərin dövründə. Çünki yadımızdadırsa, Xürrəmlər hərəkatı vaxtı Babəkə qarşı müqavimət göstərmək istəyirdilər. Amma iki tərəfli müharibə apardılar. Həmin vaxt Bizansla müharibəni bir müddət dayandırmışdılar. Babək də hakimiyyətdə olub 9-cu əsrdə. Deməli, Abbasilə sülaləsinin hakimiyyət dövrünə düşür. Ona görə cavab olur 1AC, 2BC. D variantı düzgündür. Afrikanın fəth edilməsi də Əməvilərə aiddir. Ona görə bunu atırıq. 8-ci əsrin əvvəlləridir.
Uyğunluğu müəyyən eləyək. Rəşid xəlifələr Əməvi sülaləsi Sasani dövləti ilə müharibə aparması Sasani 651-də süqut elədiyinə görə bu Rəşid xəlifələrə aiddir. Əməvilər heç onu görməyibdir, Sasani görməyib. Bədir döyüşündə müsəlmanların qələbə qazanması, burada xəlifə dövrü deyildi, heç Peyğəmbərin hakimiyyət illəri belə deyildi də, yəni dövlət ümumiyyətlə yaranmamışdı. Biz Ərəb xilafəti, yəni dövləti yarandığından sonraki dövrü götürürük. Fələstin, Suriya və Misirin fəth edilməsi isə Rəşidi xəlifələr dövrüdür. Cavab burada 1A-C. Əməvilər dövründə isə dediyi 661-750-ci illərdə hakimiyyətdə olublar. Dövlətdə və orduda türklərin mühüm rol oynaması, paytaxtın Dəməşqdən Bağdada köçürülməsi, Frank krallığı ilə mübarizələrin aparılması. Orduda türklərin mühüm rol oynaması Abbasilərdə. Paytaxtın Bağdada köçürülməsi, Bağdad xilafəti, çünki Bağdad 762-ci ildə yarandığına görə burada heç Əməviləri görməyibdir. Frank krallığı ilə müharibə aparılması isə 732-ci ildə olduğuna görə cavab olur 1A-C, 2C. 19-cu sualda Y düzgün variantdır. 20-ci sualda Eldivin diaqramına əsasən uyğunluğu müəyyən eləyək. Rəşidi xəlifələr dövrü Əməvilər sülaləsinin hakimiyyət dövrü. Rəşidi xəlifələr dövrü 632-661, Əməvilər isə 661-750-ci illərə aid edir. Şimali Afrikada bəzi ərazilərin ələ keçirilməsi hər ikisinə aiddir. Məsələn, Rəşidi xəlifələr dövründə Misir ələ keçirilmişdi. Əməvilər dövründə də 8-ci əsrin əvvəlində Şimali Afrikada ərazi ələ keçirilmişdi. Sasani ilə müharibə aparılması təbii ki, Rəşidi xəlifələrə aiddir. Çünki Rəşidi xəlifələr Sasaniləri görüb, amma Əməvilər ümumiyyətlə görmür. Çünki Sasanilər 651-də məğlub olmuşdu, yəni ləğv olmuşdu və Kadisiya Ktesifon döyüşü Rəşidi xəlifələrin dövrünə düşür. Ona görə B-ni götürdük bura. Azərbaycanda üsyanların baş verməsi. Azərbaycanda üsyanların baş verməsi bunların hər birinə aiddir. Frank imperiyası ilə müharibə. İmperiya ilə müharibə. Burada Frank dövlət desəydi, sadəcə Əməvilər götürərdik. Amma imperiya deyil. İmperiya 800-ci ildə yaranıb, Əməvilər 750-də artıq dağılmışdı. Rəşidi xəlifələr də onun kimi. Xilafət qoşunlarının Avropaya daxil olması. Xilafət qoşunlarının da Avropaya daxil olması Əməvilərə aiddir. Məsələn, 711-ci ildə. Yəni 8-ci əsrin əvvəlində. Cavab olur 1B. 2Y, 3AC. Düzgün cavab oldu 20-ci sualda C variantı. 21-ə baxaq. Deməli, Əməvilərlə Abbasiləri müqayisə edək. Şimali Afrikanın tamamilə ələ keçirilməsi Əməvilərin hakimiyyət dövrünə aiddir 8-ci əsrin əvvəlinə. Kordova xilafətinin yaranması Kordova xilafətdə 8-ci əsrin 50-ci illəri olduğuna görə Abbasilərin dövrünə aiddir. Mərkəzi Asiyada Əbu-Müslimin başçılığı ilə üsyan baş verməsi Əməvilərin dövrünə aiddir. Deməli, Misir və Mərkəzi Asiyanın xilafətdən ayrılması. Bu artıq ərazilərin xilafətdən ayrılması 9-cu əsrdə. Onu da Abbasilər hakimiyyətdə idi. Xəzər xaqanlığına qarşı mübarizə. Yəni, Əməvilərin dövründə Xəzər xaqanlığı ilə mübarizə olmuşdu. Abbasilərin dövründə də olmuş. 8-ci əsrin sonuna qədər, çünki bu mübarizə davam edib. Məsələn, Əməvilərlə 737 olubsa, 8-ci əsrin sonunda da Abbasilərin olduğuna görə bunu hər ikisinə aid götürə bilərik. Deməli, 1AC, 2BD, 3Y düzgün cavabdır. Səkkizinci əsrin ortalarında Ərəb xilafəti ilə Çin ordusu arasındakı döyüşün nəticəsi. Söhbət burada 751-ci ildə Talas döyüşündən gedir. Mərkəzi Asiyada Göytürk dövləti yarandı. Göytürk dövləti yaranmışdı 552-ci ildə və yaxud da 682-ci ildə. Ona görə anlatırıq. Xan sülaləsi Mərkəzi Asiya və Bizansla ticarət əlaqələrini kəsdi. Xan sülaləsi bu dövrdə heç yox idi. Eramızın 204-cü ilində ləğv olmuşdu. Sin sülaləsi xarici ticarətdən əldə etdiyi gəlirlərdə məhrum oldu. Sin sülaləsi heç burada yox idi. Ümumiyyətlə, həmin döyüşdə yəni Sin sülaləsi ola bilməz, çünki Sin sülaləsi eramızdan əvvəl 206-cı ildə süquta uğramışdı. Xilafət ordusu Sin qoşununu məğlub etdi, Uyğur dövləti süquta uğradı. Deməli, burada Uyğur dövlətinin süquta uğramasının buna heç bir əlaqəsi yox idi. Uyğurun özü 744-də yaranıb, döyüş 751-dən gedir. Ona görə yeni də atıram. Xilafət ordusu Çin qoşununu məğlub etdi. D düzgün variantdır. Ərəblər Çini məğlubiyyətə uğradır, amma bunun yəni Mərkəzi Asiyadakı ərazilər burada ərəblərin olmurdu. Əksinə Uyğurlar həmin əraziyə nəzarət etmişdi. 23-cü suala baxaq. Frank dövlətinin 8-ci əsrin 2-ci yarısı, Ərəbin isə 8-ci əsrin 1-ci yarısı tarixinə aid oxşarlıq ərazilərində ara müharibələrə son qoyulması.
Deməli, burada A variantını atırıq. Arab müharibələrində son qoymaq deyilən bir şey yox idi. İlkin feodal dövlətləri yox idi. Deməli, islahatçı müharibələrin aparılması, bu təbii ki, hər bir dövlətə aid idi bu dövrdə. Hər biri işğalçılıq müharibəsi aparırdı deyə bunu götürmək olar. Kəndlərin təkmilli halına salınması deyilən bir şey yox idi. Ərazilərdə müstəqil dövlətlərin yaradılması da yox idi. Ərəblərdə ümumiyyətlə feodal dövlətlərin yaranması 9-cu əsrdən sonra başlayır. Frank dövlətinin 8-ci əsrin 2-ci yarısı və Ərəb xilafətinin 8-ci əsrin 1-ci yarısı tarixinə aid oxşarlığını soruşur. Dövlət sərhədlərinin genişləndirilməsi. Təbii ki, bayaq nətər dedik ki, C variantının burada istilaçı müharibələrin aparılması, elə də burada dövlət sərhədlərinin genişləndirilməsi müharibə sayəsində genişlənirdi ərazi. O da bilirik ki, Frank dövləti də deməli, məsələn, 8-ci əsrin 2-ci yarısında döyüşlərdə iştirak etmişdi də. Çünki Böyük Karl 768-814-də müharibə hakimiyyətdə olub və onun dövrü demək olar ki, ancaq işğalçılıq müharibələrdir deyə bunu götürmək olar. Ərəb xilafəti də 8-ci əsrin 1-ci yarısı, yəni məsələn 705-ci ildə Albaniyanı işğal edibsə, deməli hər ikisi dövlət sərhədini genişləndirib, A düzgün variant. Xəritədə ştrixlənmiş ərazinin 8-ci əsr tarixinə aid xüsusiyyəti deməli müəyyən etməliyik. Deməli, söhbət burada gedir İspaniyadan. Çünki deməli, Afrikanın yuxarı hissəsi, bura İspaniya ərazisidir. Frank hökmdarı Xlodvig tərəfindən ələ keçirilməsi 8-ci əsr tarixini soruşur. Xeyr, Xlodvig yox idi heç 8-ci əsrdə. İslam dininin yayıldığı ilk ərazi ola bilməz. Əbü-Müslimin başçılığı xilafətə qarşı xalq hərəkatı. Xeyr, ərəblər tərəfindən işğal edilmişdir. Düzgündür. 711-ci ildə İspaniya ələ keçirilir. Attilanın yürüşünə məruz qalmışdır. Attilanın yürüşünə məruz qalmaq ola bilməz, çünki Attila deməli 453-cü ildə vəfat etmişdi. Bu dövrü 8-ci əsri görmüş ola bilməz. 25-də düzgün cavab D variantı. Deməli, Rəşdi xəlifələr, Əməvilər, Abbasilər, ən sonunda da hər birinin oxşarlığına baxaq. Məsələn, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması aiddir Əməvlərə. Yəni 2 götürə bilərəm. Elə 2-yə gediyəndə cavab birbaşa çıxır burada C variantı. Baxaq digərlərinə. Fələstin, Suriya, Misirin ələ keçirilməsi Rəşdi xəlifələrdir həqiqətən. Hakimiyyətə gələn kimi buna 1 yazaq. Xəzər xaqanlığı ilə müharibə aparılması. Bu, hər birinə aid. Yəni, Xəzər xaqanlığı ilə Əməvvəllərdən də müharibə aparılmışdı bunlar arasında. Ona görə buna hər biri deyildikdə 4-ü götürə bilərdik. Xürrəmlər hərəkatının yatırılması sırf Abbasilərə aid idi. 3 götürə bilərik. Və vergi islahatının keçirilməsi də təbii ki, hər birinə aiddir. Hər hökmdar demək olar ki, vergi islahatı keçirmişdi. Ona görə burada A-nı götürürük. Yəni 4-ü götürürük. Cavab olur C variantı. Ərəb işğallarının xronoloji ardıcıllığını müəyyən edək. Deməli, Azərbaycana baxırıq. Azərbaycanın işğal eləməsi deyək ki, 705-ci ildə. Daha sonra rəqəmlərə baxaq. Bura İspaniyadır 1. Daha sonra bura deməli, ön Asiya ölkələrdir. Rəşdi xəlifələr dövrüdür. Onda İspaniyada baxaq birinci cavab olursaq 2, sonra 3 Azərbaycan, daha sonra da 1. Cavab olur, yəni İspaniya. 2, 3 və 1 A variantı. Çünki bu Suriya, Fələstin, Misirin işğal olunması ilk xəlifələr dövründə idi. Bunu bilirik ki, Azərbaycan 705-ci ildə, İspaniyada 711-ci ildə. Ərəb dövləti Axund dövlətindən fərqli olaraq Hindistanı yürüş etmişdir. Yox, çünki Mihraqul Hindistanı yürüş etmişdi. Burada yəni heç bir fərqlilik olmazdı. Sasanilərlə mübarizə aparmışdı. Axund da aparmışdı 434-484-cü illərdə. Xəzərlərlə mübarizə aparmışdı. Bəli, Axund Xəzərlərlə mübarizə aparmayıb məsələn. Sasani dövlətinin varlığına son qoyub. Bəli, 651-ci ildə Ərəb xilafəti cavab olur 3 və 4. 8-ci əsrin 2-ci yarısı Bələncər döyüşlərində Xəzərlərin qalib gəlməsi. 643-653-cü illər Bələncər döyüşü baş vermişdi. Ona görə 1 atırıq. Bir də 722-ci ildə də Bələncər şəhərinin ələ keçirilməsi var. Yəni bunların heç bir aid ola bilməz. Xəzərlərin Azərbaycana ilk hücumları. Bu ilk hücum dediyinə görə ola bilməz. Xürrəmlərin xilafətə qarşı ilk üsyanının baş verməsi 778 deyə 3-ü götürə bilərik. Xilafətin Azərbaycanda əhalinin siyahıya alması
Deməli, əhalinin siyahıya alınması 725-ci ildə idi. O da ikinci yarısına yox, birinci yarısına düşür. Abbasilərin Azərbaycan əhalisinə xərac alması. Təbii ki, bu aid idi. Cavab 29-da olur, 3 və 5. Hadisə nəticə əlaqələrini müəyyən edin. Ərəb fətlərinin həyata keçirilməsi, Ərəb dövlətinin imperiya çevrilməsi. Təbii ki, torpaq genişləndikcə imperiya çevrilir, normaldır. Abbasilərin hakimiyyətə gəlməsi, Kardova xilafətinin yaradılması. Bəli, Abbasilərdən sonra Kardova xilafəti yaradılır. Xürrəmlər hərəkatı, Abbasilərin süqut etməsi. Xürrəmlər 778-dən 837-yədir. Abbasilərin süqutu 1258. Bağdadın Səlcuqlar tərəfindən tutulması, Əməvilərin Səlcuqlara tabe olması. Bağdad tutulur 1055-ci ildə, Əməvilərin Səlcuqlara tabe edilməsi. Əməvilər heç yox idi onda. 750-ci ildə Əməvilər artıq getmişdi, Abbasilər gəlmişdi, ona görə səhvdir. Avropaya yürüş etsələr də, döyüşdə Franklar tərəfindən məğlub edildilər. Bu döyüşdən sonra onların Avropa hançərlərinə irəliləməsinin qarşısı alındı. Mətndə haqqında danışılan döyüş baş verdiyi əsrdə, yəni 732-ci ildə, 8-ci əsrdə baş vermiş əsrdə Ərəb xilafəti neynəmişdi? Azərbaycanda əhalini siyahıya almışdı, bəli, 725-də. Mehralilərin hakimiyyətinə son qoymuşdu, bəli, 705-də. Birinci Bənzər döyüşünə məğlub olmuşdu, 643-cü ildə. Alban hökmdarı Cavanşir ilə diplomatik əlaqələr 667-670-ci illər olduğuna görə cavab olur 1 və 2. Çünki dedik 732 Puate döyüşü 8-ci əsrə aiddir, 1-lə 2 də həqiqətən 8-ci əsrə aid idi. Ərəb xilafətində Əməvilər sülaləsinin hakimiyyət dövründə ələ keçirilən əraziləri müəyyən edək. Əməvilər sülaləsinin hakimiyyət dövründə ələ keçirilən ərazilər təbii ki, İspaniya idi. Yəni 2. 3-ü götürə bilmərik, Rəşid xəlifələr dövrünə aiddir. 1 Rəşid xəlifələr dövrünə aiddir. Deməli, burada da 4-də 10 kimi, yəni Əməvilərə aid olmadığına görə burada 5-i götürə bilərik. Şimali Afrikadır çünki bura. Cavab olur 2 və 5. Şimali Afrikada 8-ci əsrin əvvəllərində idi. Rəşid xəlifələr dövründə Ərəb xilafətinin ələ keçirdiyi ərazilər xəritədə müəyyən edək. Yenə burada Rəşid xəlifələr dövründə ələ keçirilmişdi Misir və ələ keçirilmişdi yenə Ön Asiya ölkələri. Bura Balkan yarımadası, Yunanistandır, bunu atırıq. Deməli, Fransa idi. Burada İspaniyada Əməvilərin dövrünə düşür deyə atırıq. 7-ci əsrdə ərəblərin fəth etdiyi əraziləri xəritədə müəyyən edək. Yəni, Rəşid xəlifələr və yaxud da Əməvilərin hakimiyyəti illərinə aid olmuş ola bilər. 1 Fransadır, bunu atırıq. 4 İspaniyadır, 7-ci əsr yox, 8-ci əsr olmalı idi. 2 Misir, 3 də Ön Asiya ölkəsidir, yəni Rəşid xəlifələr dövrüdür, bunlar düzgündür. Bura isə, yəni, aidiyyatı yox idi həmin vaxtdan. Ona görə cavab olur 2 və 3. 7-ci əsrdə Ərəb xilafətinin Bizans dövlətindən aldığı əraziləri müəyyən edək. Ərəb xilafəti Bizans dövlətindən aldığı ərazilər təbii ki də biri Misir idi. Biri götürə bilərik. Bir də Ön Asiya ölkələrini götürə bilərik. Suriya, Fələstin, Finikiya. Cavab olur 35-ci sualda 1 və 4. 8-ci əsrin 30-cu illəri, 9-cu əsrin 30-cu illəri uyğunluğu müəyyənləşdirək. Xəzərlərin Savalan dağı yaxınlığında ərəblərin məğlub etməsi. Bu, Savalan dağı yaxınlığında döyüş 730-cu illərə aid olduğuna görə bunu götürə bilərik. Aynı 1-ə. Azərbaycanda əhalinin ərəblər tərəfindən siyahıya alınması 725 idi. B-ni götürmürük heç nəyə. Xürrəmlərin ilk üsyanlarının başlanması 778 idi. Ona görə bunu da atırıq. Xürrəmlərin Həçdəsər döyüşündə qalib gəlməsi. Həçdəsər döyüşündə qalib gəlməsi 836-cı il idi. Ona görə 2-yə D-ni götürə bilərəm. Babəkin Xürrəmlər hərəkatına rəhbərlik etməyə başlaması isə 816-cı ildir. Bunların heç bir aidiyyatı yoxdur. Cavab olur 1A, 2D. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın.